44. 44 dedin də, düzdür? Sən Hə, yoldan 44-də nə düzəltdim. olacaq? Niyə mən orada? 1-2 deyil. Baxaq görək. X maddəsi aldehiddir. Bəli, bu aldehidlər mis-2 hidroksidin iştirakında oksidləşir. Baxaq görək, buradan alınacaq turşu, qarışqa turşusu və mis-1 oksid su. Bu doğrudur. Sonra spirtlər mis-2 oksiddən oksidləşib, deməli, burada aldehid alınmalıdır. Bəli, buradan aldehid alınacaq mis-su. 2 də doğrudur. 3-də mis-2 hidroksiddən reaksiya girməyi, xeyr. 3-cü reaksiya getmir. Aldehid deyil də daha doğrusu. Turşudur. Hə. Sonra 62 var 60. hə, 62. Hansı sırada soldan sağa doğru turşuluq hadisəsi qüvvətlənir? Deməli, birinciyə baxsaq, burada heç bir qanuna uyğunluq görmürük. Əgər o birincidə asetat turşusunu gətirib axıra qoysaydı, soldan sağa azalardı. İndi B-yə baxıram. Bu, bəli, zəifdir asetat turşusu. Tərkibində halogenləri artırdıqca, halogen olduqca artır. Deməli, asetat, sonra bromdan olan, sonra xlordan olan, sonra flordan. Bəli, bu sırada artmış olacaq. Hə, böyle. 71. Yetmiş bir NaCl plus 1 COH N bərabər 0 olanda hansı halda oksidləşmə reduksiya reaksiyası gedir? İndi təbii ki, oksidləşmə reduksiya reaksiyası nəyin iştirakında? N bərabər 0 olanda N-i yeni 0 qoy. Bax, N-i yeni 0 qoyanda hansı maddə alınır? Hə? N-i yeni 0 qoysam, hansı maddə alınacaq bunun içərisində səncə? Bir dənə hidrogen qalır. N-i yeni 0 qoyuramsa, burada bir dənə hidrogen qalır. H. Burada da karboksil qrupu HCOOH. Qarışqa turşusu. Qarışqa turşusunun, məsələn, video zapisdə də baxmısanız da, xüsusi xassələrindəndir ki, gümüş güzgü reaksiyasına daxil olur. Qarışqa turşusudur, bir də, bax, çox da düşür ha, bax, çox düşür ha bu saat. Qarışqa turşusudur, qarışqa turşusunun natrium tuzudur. Bunlar mis-2 hidroksid iştirakında oksidləşir. Eləcə də gümüş 1 oksiddən gümüş güzgü reaksiyası verir. Ona görə Y variantı olacaq. Harada mis görsən o, digərlərindən heç reaksiya var, qarışqa turşusunun yox. 88 səhv çıxırdı. 88 deməli, burada nə olacaq? Karbon atomlarının sayı eyni olan doymuş bir atomlu spirt və doymuş aldehidlərin nisbi molekul kütlələri arasında münasibəti müəyyən edilir. Karbon atomları sayı doymuş bir atomlu spirt. Doymuş bir atomlu spirtin kütləsi CN H2N plus 2 O-dur. Doymuş aldehidin CN H2N O-dur. İndi bunların arasındakı molekul kütlələri arasındakı fərq deyir. Təbii ki, oksigenlər eynidir, hidrogenlər, o karbonlara baxaram. Görürəm, spirtin əgər karbon sayı eyni götürsək, spirtin kütləsi 2 vahid artıqdır, çünki 2 dənə hidrogen atım olacaq. Onda M spirt bərabərdir, M aldehid üstə gələ 2, A variantı. Ümumi formulunu yaz, bax da. Sonra 104 var. Hə, 104 var. Deməli, 104-də nə deyir? 15 qram doymuş bir əsaslı karbon turşusunu artıq miqdarda götürülmüş natrium hidrokarbonatla reaksiyasının. Doymuş bir əsaslı karbon turşusu götürürəm. CN deyim. CN H2N plus 1 COOH götürdüm. Natrium artıq miqdarda götürülmüş natrium hidrokarbonatla natrium H karbon OH reaksiyasından əmələ gəldi. CnH2n plus 1 COO natrium üstə gələk karbon qazı üstə gələk su. Deməli 15 qramdan
5,6 litr karbon qazı yaranıb. Amma mən görürəm ki, reaksiyadan ümumən 1 mol karbon qazı alınıb. Bu da 22,4 litrdir. 22,4 litr. Onda nə qədər karbon turşusu reaksiya girmiş olacaq? 15-ə 5,6, 22,4-ə nə qədər? Bu 4 dəfə artıqdır. 15-də 4-ə vuranda eləyəcək 60. Deməli, bu karbon turşusunun kütləsi 60-dır. Sonra karbon turşuların ümumi formunun əsasını tapıram. CN H2NO2 bərabərdir 60. 14N bərabərdir 60-dan 32 çıxanda eləcək necə? 28. N də bərabərdir 2. Deməli, bu N2 olanda etan turşusu olur. CH3COOH və ya C2H4O2 eyni şeydir. Etan turşusu D variantı. Aydın oldu. Bəli. Sonra Bir də 108 var. 108. 138 qram doymuş bir əsaslı karbon turşusu suda tam həll olaraq molar qatılığı 2 mol bölü litr olan 1500 litr məhlul əmələ gətirir. Deməli, 108-də nə deyir? 108-də 138 qram doymuş bir əsaslı karbon turşusu suda tam həll olaraq molar qatılığı 2 mol bölü litr olan 1500 litr məhlul əmələ gətirir. 1500 mililitri litrə çevirəcəm. Çünki mən burada vahidim litrdən verilib. O da eləcək 1,5 litr. Bunu tapdım. Deməli, bizə nə verilib? V bərabərdir, həcm verilib. C bərabərdir, 2 mol bölü litr. Biz burada nəyi tapa bilərik? Maddə miqdarını. C bərabərdir, nü bölək V. Nü bərabərdir, C-dən V-nin hasılı. 2 vuraq 1,5 eləyəcək 3. Deməli, 3 mol. 138 qram doymuş bir əsaslı karbon turşusu suda tam hal olaraq bu qədər məhlul əmələ gətirib. 10 miqdarı da verib 3 mol. Biz buradan tapdıq daha doğrusu özümüz ki 3 mola bərabərdir. 138 qram 3 moldursa, bəs bu maddənin 1 molu nə qədərdir? Hamısını 1 mola gətirik də. Bax görək. Bölünür. X də bərabərdir necə? 46. 46-dakı CnH2NO2 bərabərdir 46. 14N bərabərdir. 32 çıxsam eləyəcək. 14N bərabərdir 1, N bərabərdir 1 olan qarşıqa turşusu eləyir. Sonra 111 var. Deməli, 111 bir səhifədədir. 111-də nə deyir? Deyir, alkin, molekulunda karbon atomlarının sayı A, B. Doymuş bir əsas karbon turşular C. ABC hansı minimal qiymətlərdə maddələr sinqrasiz amillik əmələ gətirir? Alkinin deməli formulu CnH2-dir. Bu kimlərdən sinqrasiz amildir? Tez xatırlayırıq. Alkinlər kimlərdən? Hansı sinif birləşmələrdən sinqrasiz amillik əmələ gətirirdi? Alkinlər hansı siniflərdən sinqrasiz amillik əmələ gətirirdi? Sikloalkanlardan da, niyə demirsən? Alkinlər sikloalkanlardan əmələ gətirirdi. Onlar da eyni formuldur. Sikloalkanların ən kiçik nümayəndəsi hansıdır? Benzol. Sikloalkanların ən kiçik nümayəndəsi. Ən balaca fiqurda, yəni bucağa əmələ gətirən hansıdır? 3 bucaq olanda. Siklopropan. 3 dənə. Unutursan ha, oradan bura keçmişik, unutmuşam. Qayda təkrarlamaq lazımdır. Mən gərək növbəti də sual cavab edeyim səni. Bax, burada 3 dənə karbon atomu olan C3H6-dır. Deməli, molekulda karbon atomlarının sayı 3 olanda bunlar da sinqrasiz amillik əmələ gətirir. Məsələn, burada etilen var ha. Düzdür, burada 2 nümayəndəsi etilenlə başlayır. Amma burada 2 dənə karbon atomu olan birləşməsi yoxdur axı, sinqrasiz amillik əmələ gətirirsə. Minimum 3 dənə başlayır. Deməli, elə burada propendən başlayır da sinqrasiz amillik. Bir keçək alkinlər. Alkinlər bilirəm ki, ən kiçik nümayəndəsi 3 karbon atomu, daha doğrusu 2 karbon atomu olan nümayəndə var aslen. Amma bunlar kimlərdə sinqrasiz amillik əmələ gətirir alkinlər? Hansı birləşmələrdə sinqrasiz amillik əmələ gətirir? Alkaden idi. Bəli, alkadenlərin ilk nümayəndəsində neçə karbon atomu var? 2-dən başlayır.
Alkven değil. Yox, 2 dənə karbon atomu olan alkadiyen var. Nədir adı? Yoktur. Yoxdur. 2 dənə 2 qat yaranması üçün ən az 3 karbon atomu olmalı idi də. Hə. Propadiyendən başlayır. Bax, belə, propadiyen. Deməli, ən az 3 karbon atomu olmalıdır burada da. Doymuş bir əsaslı karbon turşuları. Doymuş bir əsaslı karbon turşuları hansı sinif birləşmələrdə nizam əmələ gətirir? Hə. Aldehidlərlə. Xeyr, mürəkkəb efirlərdən. Bax, dərsi bu gün sual cavab eləməmişəm deyə beləsin. Mürəkkəb efirlərdən. Aldehidlər bilmirəm, mən tutamıram. Ona görə Zeyn Hakim o ki, mürəkkəb efirlərdən eyni formula malikdirlər. Mürəkkəb efirləri keçməsək də dərsin içində yazılır ki, doymuş bir əsaslı karbon turşuları mürəkkəb efirlərdən separasiz amili əmələ gətirir. İkisinin də formulu eynidir. Mürəkkəb efiri yaranması üçün ən az 2 karbon atomu olmalıdır ki, burada mürəkkəb efirin içərisində turşularda elə ki O, məsələn H yazıram da, turşulardakı bu hidrogenin yerinə bir dənə radikal qoyanda mürəkkəb efir olur. Yəni ən azından 2 karbon atomu olmalıdır ki, bunlardan mürəkkəb efir əmələ gəlsin. Yəni C-ni də yeni 2 qoyuram. 3, 3, 2. Deməli A 3, B 3, 2, C variantı uyğun gəlir. Görsən, əlaqəni tapmaq lazımdır, bilmək lazımdır. Nədir, nə deyil? Sonra. 132 var ya. Gəldik 132-yə. 132-də nə deyir? Doymuş bir əsaslı karbon turşuları kütlələrə eynidir. Artıqlaması ilə götürülmüş natriumlar reaksiyasından alınan hidrogen həcmi. Görürük ki, hidrogenin birincidə həcmi, ikincinin həcmi üçüncüdən böyükdür. Birincinin həcmi ikinciden ASO. Fərqli götürülüb. Birincinin həcmi ən böyükdür. Birincinin həcmi ən böyüksə, deməli onun kütləsi ən böyükdür. Deməli, burada birincinin həcmi. Yox, onun kütləsi kiçikdir. Baxın, bax belə deyək. Onun kütləsi ən kiçikdir. Bax, məsələn, götürürəm qarışqa turşusu. Bir dənə götürürəm asitat turşusu. Bir dənə də götürürəm propion turşusu. Ayrılan hidrogenin həcmi müqayisəsini tutaq ki, bunların kütlələrini indi bilmirəm, amma bilirəm ki, getdikcə kütləsi artır da özümdən rəqəm verirəm. Bu tutaq ki, 46-dır. Heç rəqəm vermirəm, indi hesablayıb bunların ikisini bilirəm kütləsini. Bu 60-dır. Bunun da kütləsi bir dənə CH2 qədər artıq da 14, artıq elə 74. Reaksiyadan sonra bunların kütlələri eyni götür. Eyni götür. Reaksiyadan sonra hərəsindən 0,5 mol əslində hidrogen ayrılır. Hərəsindən 0,5 mol hidrogen. İndi 46-ya 0,5-dirsə, kütlərini belə yazacaq. 46-ya 0,5-dirsə, kütlərini eyni götürürəm, amma bilmirəm da nə kütlə. M qrama nə qədərdir? X bərabər 0,6 bölək, 0,6 yox, 0,5 eləkdir. 0,5 bölək, 0,5 M bölək 46. İndi 60-a 0,5-dirsə, M qrama nə qədərdir? X bərabər 0,5 M bölək 60. 74-də 0,5-dirsə, M qrama nə qədərdir? X də bərabər 0,5 M bölək 74. Sonra müqayisə edirsən. Hansının məxrəci böyükdürsə, kiçikdir. X burada ən kiçik olacaq. Sonra Z isə ən böyük olacaq. Deməli, burada Z hansıydı? Z isə ən böyük olacaq. Y variantı uyğun gəlir. Çünki bunların molyar... Böyük olmalı ki. Yəni, ayrılan həcm böyük olması üçün, onda maddənin kütləsi fərqli götürülür da, kiçik götürülür. Tərs mütənasibdir. Sonra 145 var, amma o deyəsən hər bir hesab eləmişəm. Mən bir dənə baxaq. Baxaq 145-ci sualda. Doymuş bir əsaslı karbon turşunun kütləsi 30. Turşu nümunəsində olan atomların mol miqdarı 4. Turşu molekulunda protonların sayı X.
Deməli, atomların sayısı CN turşu nümunəsində olan atomların ümumi sayı H2NO2. Deməli, 4 atom olanda bunun kütləsi 30'dur. Sonra 4 atom olanda kütləsi 30'dur. Atomların ümumi sayı burada 3N plus 32 olanda 3N plus 32 olanda bunun da kütləsi eləyəcək nə qədər? 14N plus 32 heç nə. Tənasüb quracaqsan, tapacaqsan. 3N plus 32 vuraq 30 bərabərdir 4 vuraq 14N plus 32. Mən özüm ağ yerdə qıraqda yazıram, onda da yeri az qalır. 4 atom olanda kütləsi 30'sa, yazıram 4 atom olanda kütləsi bunun 30'dur. Atomun sayı əslində nə qədərdir? 3N burada da, 2 də burada da. 3N plus 2 atom olanda bunun da kütləsi, karbon kütləsi 12'dir, vuram elə 12N, hidrogende 1'dir, 1 də vuram 2'ni. Necə 14N plus 32. Çox tənasübdən tapacaqsın. Aydın oldu. Sonra 150 var. 150. 150'də nədir? İzobutil radikal ilə karboksil qrupunun birləşməsindən izobutil radikalı CH3, CH, CH3, CH2 karboksildəki budur. Alınan maddə üçün nədir? Beynəlxalq adı 3-metil butan turşusu. 1, 2, 3, 4. 3-metil butan turşusu doğrudur. Sonra molekulun adı 2-metil butan səhvdir. Bu səhvdir. Molekulunda asimetrik karbon atomu yoxdur. Baxaq görək varmı yoxmu? Bu karboksil qrupundakı deyil, bu deyil. 2 dənə karbon atomundan birləşib. Bu deyil, çünki 2 dənə eyni metil qrupundan birləşib. Yəni asimetrik yoxdur. Bu doğrudur. 3-cü karbon atomunun oksidaşma dərəcəsi -1'dir. Gəl baxaq görək 3-cü karbon atomunun oksidaşma dərəcəsi nədir? 1-ci karbon 2, 3. 3-cüyə baxıram. 3-cü karbon atomu budur. Oksidaşma dərəcəsini necə təyin edirdim? Hər bir karbon atomuna öz ailəsi kimi baxıram. Karbon atomu dairəyə aldığımın öz ailəsi var. Hidrogen müsbət 1-dirsə, karbon -1 eləyəcək. Bu da doğrudur. 1 mol natriumla reaksiyasına 2 qram hidrogen əmələ gətirir. Deməli, 1 mol natriumla reaksiyasına 2 mol natrium əmələ gətirməz. 1 mol deməli hidrogen ayrılmır da 2 qram olsun. 0,5 mol hidrogen ayrılır. 0,5 mol hidrogen ayrılır. Ona görə olmaz. Çünki neçə dənə karboksil varsa, onun yarısı qədər hidrogen ayrılır da. Buradan 0,5 mol hidrogen ayrılır. 0,5 mol hidrogende 1 qram deməkdir. Bu da getdi, 5 də getdi, səhvdir. İkinci karbon atomunun oksidaşma dərəcəsi -2'dir. Bəli, baxaq görək. Hidrogen burada müsbət 1'dir. Vuram 2, müsbət 2, karbon da eləyəcək -2. Bu da eləyəcək, bu da doğrudur. Hansılardır cavab doğru? Bir də doğrudur. 1, 3, 4, 6. 1, 3, 4, 6. Başa düşdün? Sonra 154'də funksional qrupun kütlə payında nə demək istəyir? yəni karboksil qrupun kütlə payı. Yəni karboksil qrupun kütləsinin ümumi kütləyə nisbəti vuraq 100 bərabərdir 75%. Hasatdır da bu 45 bölə M bilmirəm. Vuraq 100 bərabərdir 75%. Buradan M tapırsan. Məsələn. Sonra 178. 178. 178. Deməli 178-də nə deyir? 7,2 qram doymuş aldehidin oksidaşmasından alınan turşunun tam neytrallaşmasına sıxlığı bu qədər o məhlul sərf olunub. Deməli sıxlıq verilib. Rho bərabərdir. Necə hesablayacaq? M bərabərdir. Deməli rho V ifadəsindən M bərabərdir rho V. Rho 1,25'dir. Vururam V-yə, 16'ya. Bu olacaq mənim məhlulumun kütləsi. 1,25'i də 16'ya vuranda eləyəcək 20. Deməli 20 qram mənim məhlulum var. 20 qramın 20% natrium OH-dır. 20 vuraq 20 bölək 100. Yəni 4 qramı natrium OH-dır. Sonra deməli 7,2 qram doymuş aldehidin oksidaşmasından alınan tam neytrallaşmasına 4 qram
Natrium OH sərf olunub. 4 qram natrium OH-da 40 qram 1 moldur. Natrium OH-ın kütləsi 40 qramdır. 4 qram 0,1 moldur. Deməli 0,1 mol natrium OH sərf olunub. Turşunun neytrallaşmasına. Aldehid götürürəm. Hər hansı bir aldehid. CnH2n+1 COH. Bunu oksidləşdirəndə, mis-2 oksid iştirakında oksidləşdirirəm. Fərqi yoxdur. Ya atomlar oksigen götürürüm. Mən əsas turşudur. CnH2n+1 COH alırım. Təzədən bu alınmış turşunun tərkibindəki karboksil qrupu natrium OH-dan reaksiyaya girəcək. Alınacaq. C17H31 COO natrium üstə gələk su. Görürsən, hamısı 1-1-ə gedir. 1 mol aldehiddən 1 mol turşu, 1 mol turşudan 1 mol duz alınır. Ona da 1 mol natrium OH sərf olunur. 1 mol natrium OH sərf olunanda reaksiyanın əvvəlində 1 mol aldehid götürülüb. 0,1 molda da 0,1 aldehid götürülüb. Deməli, burada da aldehidin kütləsi verib də 7,2 gedir. Deməli, 7,2 qram elə 0,1 mol imiş. Bəs bunun 1 mol nə qədərdir? Bu da 72 qram. 72 qram. Deməli, aldehidin kütləsi CnH2n O 72 qramdır. 72-dən də çıxıram. Deməli, 72-dən də çıxıram. 16-nı 72-dən çıxıram 16-nı. Edir 56. 56, çünki belə hesablayacağım da. 14n üstə gələk 16 bərabərdir 72. 14n də bərabərdir 72 çıxı 16 edəcək 56. N də bərabərdir 4. Deməli, 4 mol karbon var imiş. Bu aldehidin tərkibində. Eləcə də alınan turşunun tərkibində elə olacaq. Nə deyir? Aldehid molekulunda atomların ümumi sayını tapın. Atomlar C4, H8, O olacaq da 13 dənə atom edir. Başa düşdün? Bir də izah edeyim. Yəni başa düşdüm. Sıxlığa əsasən, həcmə əsasən məhlulun kütləsini tapdım. 10-20%-ni tapdım. 10-20% edir 4 qramda. 4 qram edir. Sonra ona uyğun da başladım tapmağa ki, bəli 40 qram sərf olunanda 1 moldur və 4 qram sərf olunanda burada 0,1 mol imiş da. 1 molunun kütləsi 0,1 molun kütləsi 7,2-dir. 1 moluna qədərdir 72. Bu da aldehidin kütləsi. Qoydum yenə tapdım.